Həmin Günka xanıma Mehriban xanım meydan oxuyub. Deyir ki, yəni hünəri varsa, gəlsin məndən oxusun. Yəni, sizcə oxuya bilər xanım Günka ilə? Baxın, mən elə olmadı da, mən bir zəif efirə də, sənətə də təzə başlamış bir xanım var idi. O xanımı aşağıladığına görə mən Günkaya yaraşdırmamışdım ki, yəni bir insan zəifə dəstək olmalıdır. Yeni oxumağa başlayan insana dəstək olmalıdır. Xeyr, aşağılamışdı. Onu biz Günka xanımla da danışdıq və mən fikrimi ona çatdırdım ki, mən Günka xanımın sənətinə heç bir söz deməmişdim. Xanım, çox narahatsız, çox rahatıq. Biz Canan xanım həmişə qonağımız olur. Yox, niyə ki? Çox sakit şəkildə danışırıq, rahat, siz də rahat olun. Dediyim odur ki, xanım, o xanıma dəstək olmadı. 2 dəfə arda. Deyək, birinci dəfə o xanım... Hansı xanıma? Sevgi xanıma. Sevgi xanıma dəstək olmamışdı. İlk dəfə mən Günka xanımı dəstəkləmişdim. Çünki o xanım efirdə demişdi ki, sultanam. Ona görə Günka xanımı sultanam demişdi. Xanımların sultanı mənəm demişdi. Halbuki sonra dedi ki, mənə ləqəbim elə olduğuna görə demişdim. Daha sonra ikinci dəfə eyni xanımla efirə çıxanda mən qınadım Günka xanımı. Bunu özünə də dedim. Dedim, sizə yaraşdırmadım, sizin sənətinizə yaraşdırmadım ki, yəni bir zəif xanımı bilə-bilə ki, siz ondan güclü oxuyursunuz, onu vurmamalıydınız sənətindən. Mən o barədə yəni iradımı bildirmişdim, Günka xanımla da danışdıq.